TikTok platformasında bir çox aptek işçisi yuxusuzluqla əlaqədar müxtəlif növ dərman reklamı edirlər. Yuxusuzluğa son şüarı adı altında satılan bu preparatlardan öz başına istifadə olduqca təhlükəlidir. Çünki yuxu problemləri adətən stressdən, gərginlikdən, ekran asıllığından və digər xəstəliklərdən yarana bilər. Məhz ona görə vətəndaş həkimə müraciət eləməli, onun səbəblərini araşdırmalıdır. Əgər yuxusuzluq sadəcə bir neçə günün problemidirsə, bunu detallı araşdırmağa gərək yoxdur. Yox, əgər həmin problem daimi xarakter alıbsa, yəni uzun müddətlə davam edirsə, bu zaman mütləq şəkildə araşdırılmalıdır. Çünki yuxu pozulmaları daha ciddi xəstəliklərin siqnalı ola bilər. Vətəndaşlar hər hansısa bir dostdan, tanışdan və yaxud da sosial mediadan yuxu dərmanları baxıb alırlar ki, yəni bu da bir mənalı olaraq qəbul olunan bir məsələ deyil. Çünki bizim onlayn və yaxud da hər hansısa bir sosial mediadan istifadə etdiyimiz yuxu dərmanı bizi yaxşılaşdırmaq yerinə daha da ciddiləşdirə bilər problemimizi, daha da pisləşdirə bilər və sağalma periodumuzu, əslində belə deyim, normalda əgər yuxu rejimi öz-özünü düzələcəkdirsə, biz onu daha da gecikdiririk, daha da uzadırıq problemimizi. Ümumiyyətlə, insanlar hər gün eyni saatda yatmağa çalışmalı, telefon və televizordan bir qədər uzaqlaşmalı, kofedən istifadə etməməlidir. Eyni zamanda otağın havası da dəyişdirilməlidir. Fiziki aktivliyin də olması əsas şərtlərdəndir.